Azərbaycanda yeni ilə sayılı günlər qalırdı. Ölkə dekabr ayında adi bayram gözləntisi ilə yaşayırdı. Heç nə bu sakit ritmi pozmurdu. Və məhz həmin vaxt faciə baş verirdi. Azərbaycan hava yollarına məxsus sərnişin Embraer 190 təyyarəsi Qrozni səması üzərində vurulmuşdu. Təyyarə xarici zərbəyə məruz qalmışdı. Sonradan füzelyajdakı zədələr bunu təsdiqləyəcəkdi. Çoxsaylı məlum və məhvedici elementlərin buraxdığı izlər. 29 nəfər sağ qaldı, çünki kabinada olanlar panikaya qapılmadılar və sona qədər deşik-deşik olmuş təyyarəni son ana qədər idarə etməyə çalışdılar. Yalnız oktyabr ayında, faciədən aylar sonra Rusiya tərəfi ən yüksək səviyyədə məsələyə aydınlıq gətirmək, günahkarları cəzalandırmaq və nöqtə qoymaq niyyətindən danışdı. Bu vədlər açıq şəkildə səsləndirildi və qeydə alındı. O vaxtdan 2 aydan çox vaxt keçib, amma nöqtə hələ də qoyulmayıb. Heç bir soyad rəsmi şəkildə açıqlanmayıb. Heç kim məsuliyyətə cəlb olunmayıb. Əsas sual isə cavabsız qalır. Mülki təyyarə necə hava hücumundan müdafiə vasitələrinin zərbəsi altına düşdü və niyə buna görə heç kim cavab vermədi? Bu hekayə hələ bitməyib və məlum faktların ardınca günahkarlar məsuliyyətə cəlb olunmayana qədər bitməyəcək.